Gəl səmimi olaq. Bu videonu izləyən hər kəs, elə mən özüm də daxil olmaqla hər gün oxşar vərdişləri təkrarlayırıq. Səhər gözümüzü açan kimi ilk əlimizin uzandığı nə olur? Telefon. Gecə yatmazdan əvvəl son baxdığımız nədir? Yenə də telefon. Bəs niyə bu qədər ona müraciət edirik? Biz elə bilirik ki, texnologiyanı biz idarə edirik, amma reallıq tam tərsidir. Artıq telefonlar bizi idarə edir. Bugün sizə milyard dollarlıq sosial media şirkətlərinin beynimizlə necə oynadığını və hər gün bizdən nəyi oğurladıqlarını danışacağım. Videonun sonuna çatanda bəlkə də bu cihazı bir kənara qoymaq istəyəcəksiniz, bilmirəm. Heç düşünmüsünüz niyə TikTokda, Instagramda ya da YouTube Shorts'da saatların necə keçdiyini hiss eləmirik? Cavab əslində çox sadədir. Dopamin. Beynimiz hər yeni video, hər yeni bəyənmə və ya mesaj gələndə kiçik bir həzz hormonu ifraz edir. Şirkətlər bunu çox yaxşı bilirlər. Onların qurduğu alqoritmlər ilə hazırlanıb ki, sizi o ekrana zəncirləsinlər. Sən cəmi 5 dəqiqə bir videoya baxmaq üçün daxil olursan, bir də ayılırsan ki, 2 saat keçib. Bəs bu asıllıq bizə nə edir? Birincisi, diqqət müddətimizi məhv edir. Artıq 10 dəqiqəlik bir videoya baxmağa və ya kitab oxumağa belə səbrimiz çatmır. Beynimiz hər saniyə yeni bir stimul, yeni bir rəng, yeni bir səs istəyir. İkincisi isə real həyatdan qaçırıq. Yanımızda oturan dostumuzun üzünə baxmaq əvəzinə tanımadığımız insanların virtual həyatlarını izləyirik. Ən qorxusu isə budur. Biz artıq darıxmağı unutmuşuq. Keçmişdə insan darıxanda yaradıcı fikirlər düşünürdü, beyni dincəlirdi, gələcək planlarını qururdu. İndi isə 10 saniyəlik bir boşluq yaranan kimi əlimiz dərhal cibimizə gedir. Avtobus gözləyəndə, növbədə duranda, hətta yemək yeyəndə belə ekrana baxırıq. Telefon bizim tənhalığımızı doldurmur. Əksinə, daha da tənhalaşdırır. Virtual dünyada yüzlərlə dostumuz var, amma real həyatda dərdini bölüşməyə bir adam tapmırsan. Biz real dünyanı kameranın obyektivindən izləyən tamaşaçılara çevrilmişik. Mən demirəm, telefonları zibil qutusuna ataq. Yox, texnologiya işimizi asanlaşdırır. Amma onun bizim ömrümüzü oğurlamasına icazə verməməliyik. Gəlin bugündən kiçik bir qayda qoyaq. Məsələn, yemək yeyəndə telefonu masaya qoymayaq və ya yatmazdan bir saat əvvəl interneti söndürək. Həyat o kiçik ekranın içində deyil, çöldə, real dünyadadır. Bəs sən gün ərzində telefona neçə saat vaxt sərf edirsən? Ayarlar bölməsindən ekranda qalma müddətinə bax və rəylərdə bu rəqəmi mənimlə bölüş. Bu mənim üçün çox maraqlıdır. Bura qədər izlədinsə, sənə təşəkkür edirəm. Əgər video sənə nəsə qazandırdısa, bəyənməyi və kanala abunə olmağı unutma. Növbəti videoda görüşənədək.